Keçmişdə bir nəfər var imiş, bətər oğru imiş. Günlərin bir günü bu düşüb öley, mərdum ki əlindən rahan doley, bunu hamı süvey. Hətta oğlu görək ki, cəmaət bunu görə-görə də dədəsini süvey. Deysiz ölməyəsiz, bir iş görəcəyəm ki, hamınız dədəmə rəhmət oxuyasınız. Gəlik dədəsindən də bədtər oley. Cəmaət deyir ki, baba bunun dədəsinə rəhmət. Yəni özü dədəsindən də betər oğru oley. İndi də məmləkətdə hər kəs gedib oley böyük baş, cəmaət şühr eləyir ki, qabaqçı dövrə bundan yaxşı idi. Vəli hava qacan şühr eləyək ki, qabaqçı dövrə yaxşı idi. Amma gərək də belə oleydi. Rivayətdə gəlib ki, İmam Zamanın zuhurundan qabaq hər qeşridə olan adamlara meydan verirlər. Ta zuhur günü deməyələr ki, əgər bizim əlimizə fürsət düşsəydi, islah eləyərdik. Pəs, məmləkət fəqət İmam Zamanın əlində islah olar.